Salam əziz şagirdlər. Bu videoda sizlərə riyaziyyatda ən önəmli teoremlərdən biri olan kosinuslar teoreminin isbatını verəcəm. Kosinuslar teoremi bir çox üsullarla isbatını vermək olar. Sadəcə mən şagirdləri də nəzərə alıb, onlara rahatlıq olsun deyə bir tərəfə yalnız hündürlük çəkərək olan isbatını verəcəm. Çox da çətin deyil, asandır. Çünki düsturu bir çox şagird öyrənir, sadəcə mahiyyətini başa düşmür və bu da əzbərçiliyə gətirib çıxardır. Özüm də əzbərçiliyi sevmədiyimə görə sırf riyaziyyatda çalışdığım qədər şagirdlərə isbatlar öyrədirəm. Teoremimizin mahiyyəti bundan ibarətdir ki, verilmiş ABC üçbucağında tərəflərdən birinin kvadratı bərabərdir digər iki tərəfin kvadratlarının cəmi çıxılsın. Onlarla arasındakı bucağın kosinus hasilinin 2 misli, yəni 2BC kosinus A tərəf üçün yazırıqsa, alfa bucağını götürəcəyik. Kosinus alfa. Digər tərəflər üçün də yazsaq, B kvadratı bərabərdir. A kvadratı üzərinə gəlinsin C kvadratı çıxılsın 2AC. B tərəf üçün yazırıqsa, beta bucağını götürəcəyik. Yəni kosinus beta. C tərəf üçün yazsaq, C kvadratı bərabərdir. A kvadratı üzərinə gəlinsin B kvadratı çıxılsın 2AB kosinus qamma. Bir bucaq üçün isbatını göstərəcəm, digərləri isə həmin qayda ilə çıxır. Yəni analoji olaraq eyni üsulla çıxır. Biz burada B təpəsindən AC tərəfinə bir hündürlük çəkəcəyik. Və deyək ki, bu hündürlük burada D olsun. Yəni AC tərəfinə BD bir hündürlük çəkdik və buranın da B olduğunu unutmayaq. Hündürlük olduğuna görə bura artıq perpendikulyardır və gördüyümüz kimi ABC üçbucağı iki dənə düzbucaqlı üçbucağa ayrıldı. ABD və BDC. Biz burada alfa bucağı üçün göstəririksə, burada BD-nin C-yə olan nisbəti, yəni katetin hipotenuza olan nisbəti BD bölünsün C bərabərdir. Qarşı katetin hipotenuza nisbəti bizə həmin bucağın sinusu verir. Yəni sinus alfa olacaq. Eyni ilə buradan artıq biz tapa bilərik ki, BD bərabərdir C vurulsun sinus alfa. Bitişik katetin hipotenuza olan nisbəti isə, yəni AD-nin C-yə olan nisbəti isə bizə həmin bucağın kosinusunu verirdi. Yəni bura olacaq kosinus alfa. Bu zaman alırıq ki, AD nəyə bərabərdir? AD bərabərdir C vurulsun kosinus alfa. Aldığımız ifadələri artıq tərəfləri biz bucaqlarla ifadə elədik, gətirib yerinə yazsaq, bura olacaq C vurulsun sinus alfa, AD olacaq C vurulsun kosinus alfa. Diqqət etsək, AC-nin olan tərəfin uzunluğu B-dir. Mən AD olan hissənin uzunluğunu almışam, C vurulsun kosinus alfa. O zaman DC-yə qalacaq, B çıxılsın, C vurulsun kosinus alfa. Artıq biz burada Pifaqor teoremini tətbiq eləsək, BD-nin kvadratı, BD nədir? C vurulsun sinus alfa. Yəni C vurulsun sinus alfanın kvadratı üzərinə gəlinsin DC-nin kvadratı. DC nədir? B çıxılsın C vurulsun kosinus alfadır. Yəni B çıxılsın C vurulsun kosinus alfanın kvadratı. Bizə BC-nin kvadratını verməlidir. BC isə A kvadratına bərabərdir. Formada. Bu asandır. Eləyəcək C kvadratı sinus kvadratı alfa üzərinə gəlinsin. Bu isə müxtəsərə görə açsaq, alarıq ki, B kvadratı çıxılsın 2BC kosinus alfa. Və üzərinə gəlinsin C kvadratı kosinus kvadratı alfa bərabərdir A kvadratı. Diqqətlə baxsaq, C kvadratı sinus alfa və C kvadratı kosinus alfa. Bu ikisindən ortaq vuruq kimi mən C kvadratını çıxartsam, alaram ki, C kvadratı vurulsun sinus kvadratı alfa üzərinə gəlinsin kosinus kvadratı alfa üzərinə gəlinsin B kvadratı çıxılsın 2BC kosinus alfa və bərabərdir A kvadratına. Trigonometri yeniliyə görə bilirik ki, sinus kvadratı alfa ilə kosinus kvadratı alfanın cəmi bizə 1-i verir. Yəni, bu hissə olacaq 1, o zaman alırıq ki, C kvadratı üzərinə gəlinsin. B kvadratı çıxılsın 2BC kosinus alfa bərabərdir A kvadratı almış olarıq. Bununla da teorem isbat olundu.
Mən alfa bucağı üçün isbat elədim. Digər isbatlar da eyni qayda ilə gedəcək. Artıq onları əziz şagirdlər sizin öhdəliyinizə buraxıram. Sağ olun, növbəti videolarda görüşənə qədər.